Salam müəllim, hər vaxtınız xeyir olsun. Özünüzü təqdim edin, xahiş edirəm. Azərbaycan Gözlənilən Cəmiyyətinin sədri Səmiyar Abdullayev. Səmiyar müəllim, bax bir qrup gözdən əlillər ev növbəsindən narazılıq eləyirlər ki, illərdir bizə ev növbəmizi vermirlər. Səbəbi nədir? Azərbaycan Gözlənilən Cəmiyyəti ictimai birlikdir. Azərbaycan Respublikasının ictimai birliklər haqqında qanununa əsasən ictimai birlik hər hansı bir üzvü qarşısında mənzil öhdəliyi götürmür. Sadəcə olaraq biz 2015-ci ildə dövlət sifarişi ilə 132 mənzilli bina tikilmişdi. Cənab Prezident açılışında iştirak etmişdi. Bizim boş ərazimiz vardı. Biz həmin ərazidə Sevinc Ev şirkəti ilə müqavilə bağladıq və 5 bloklu mənzil, 5 girişli 16 mərtəbəli yaşayış binası nəzərdə tutulurdu. Şəhərsalma komitəsi ilkin olaraq qeydiyyatdan keçmişdi. Fövqəladə Hallar Nazirliyi Ekspertiza İdarəsindən 5 bina 16 mərtəbəli. Sonra da şəhərsalma komitəsi yaranandan sonra həmin binalarda mərtəbələr azaldı, bir blok da azaldı. Bunlar vətəndaşdan iddia etdiyi 75 yox, bizə şirkət tərəfindən 57 mənzil Bakı, Nərimanov rayonu və digər ərazilərdə verilmişdi təmirsiz mənzillər. Bu insanların əksəriyyəti də aşağı təbəqədə olan insanlardır. Biz sadəcə olaraq bugün də bildiyiniz kimi bu siyasəti, mənzil siyasəti güzəştli imtiyazlı şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Nazirliyi agentliyi verir. Və bu vətəndaşların da əksəriyyəti 1 və 2 otaqlı mənzillərin növbəsindədirlər. Bu günləri hal-hazırda agentliyin balansında 1 və 2 otaqlı mənzil olmağına baxmayaraq dəfələrlə biz bu məsələləri qaldırmışıq. Bu vətəndaşlarımız, gözdən əlillərimiz dəfələrlə mediaya müraciət edərək, hətta mənə qarşı güyan orada mənzillər satılır, nə bilim əsassız iddialar səsləndirirlər. Bu günləri Bakı şəhərində 800-ə yaxın gözdən əlil var mənzil növbəsində. İctimai birlik olaraq biz bütün bunun öhdəsindən gələ bilmərik. O 57 mənzil də digər gözdən əlillərə verilib. Ancaq vətəndaşların qulaq asın, iddia etdiyi... Çox xahiş edirəm, qarşı tərəf dinləyirik, sakit olun. Buyurun, buyurun. Ancaq bu vətəndaşlar iddia edir ki, bugün cəmiyyət hər hansı bir layihə həyata keçirərsə, Nərimanovda yaşayan gözdən əlillər nəzərə alınmalıdır. Axı, bugün Respublika, Bakının 12 rayonu var, Abşeron və digər Sumqayıt nəzərə götürüləndə Bakı inzibati ərazisinə daxil olan rayonlar var. Hər rayon üzrə bölürük onu, vətəndaşlara verdik bu mənzilləri. Hətta bu vətəndaşların bəziləri 3 otaqlı, Sərhadov adınız nə idi? Bəxtiyar. Bu vətəndaş Sosial Xidmətlər Agentliyi tərəfindən 3 otaqlı mənzillə təmin edilmişdi. Əsas gətirərək ki, mənzil uzaqdadır, 1 il yaşayandan sonra mənzildən imtina elədi. Mən bugün sual verirəm. Mən bugün sual verirəm. Bütün gözdən əlillərə biz Bakının mərkəzində mənzil vermək imkanında deyilik. Qanunla varaq orada oxursunuz siz. Herkes yaşadığı yerdə təmin olunur. Yox, elə bir qanun yoxdur. Yaşadığı yerdə. Bugün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələrinə, qazi ailələrinə bizim müraciətimiz əsasında, cəmiyyətin müraciəti əsasında Cənab Prezidenti təşəkkürümüzü bildiririk ki, bu kateqoriyaya gözdən əlilləri də saldı. Bugün mənzillər verilir Bakının müxtəlif ərazilərində. Orada hər hansı bir məhdudiyyət qoyulmur. Əgər şəhid ailəsi bugün deyək ki, Çurdaxanıdan, deyək Qocasəndən, Ramandan mənzillər götürürlərsə, bu insanların niyə buna imtina edirlər? Bəziləri imtina eləmirlər. Bugün mənzil versə, məsələn, Bəxtiyar 3 otaqlı evi aldı, 1 ildən sonra imtina elədi. Hansı əsasla imtina eləmirsən? Bu günləri biz bu insanların, yenə deyirik ki, hüquqlarını təbii ki, qoruyan bir təşkilatıq. Bu məsələ vaxtaşdırıb bizlə Nazirlik arasında müzakirələr keçirdirik ki, bu vətəndaşların çətin həyat şəraitində yaşayırlar, qeyri-yaşayış sahələrində yaşayırlar. Bu vətəndaşlara xahiş edirik ki, bu 1-2 otaqlı mənzillərin artıq bizdə mənzil fondu yoxdur. Bunları təmin etmək lazımdır. Onlar da bildirirlər ki, yaxın gələcəkdə bu məsələ öz həllini tapacaq. Və bu vətəndaşlar da hətta məhkəməyə müraciət ediblər. İctimai birlik olaraq bizi məhkəməyə cəlb ediblər. Yəqin ki, məhkəmə müəyyən edilməyib vaxtı. Yəqin ki, hüquqi müstəviyə daşımaq istəyirlərsə, hüquqi müstəvidə də bu qanunvericiliyə uyğun olaraq məhkəmə instansiyasında bu öz hüquqi əksini tapacaq. Yəni, mən bu günlər bir daha bəyan edirəm ki, kimlərsə də, bilirsiniz, gəlin biraz obyektiv yanaşaq.
Mən həmişə bu uzun illərdir bu təşkilata rəhbərlik eləmişəm. Hamı fərdi gəlib kömək eləmişəm. Heç kimə bir kobud hərəkət eləməmişəm. Heç biz sizin fərdi Hörmətsizlik köməyinizi eləməmişəm. görməmişik, bir dəfə də olmadı. Hörmətsizlik eləməmişəm. Bir dəfə də Bu gün mənzil növbəsinə götürülərkən onlara dəstək olmuşuq yerli icra orqanları tərəfindən və digər. Bu gün o səsləndirən ki, cəmiyyət tərəfindən güya mənzillər satılır. Hardadır o faktlar? 3 il icra Söyləmək mühəndisi demək dedik. deyil. Yaxşı, siz siyahını verin, görək kimlərə Faktı sübut eləmək lazımdır. Məhkəməyə də təqdim etmişik sənədlərə. Bunların tutduğu vəkilə də təqdim etmişik sənədləri. Təbii ki, bu günləri təqdim etmişik. Təbii ki, məhkəmə instansiyasında bu məsələ əgər məhkəmə instansiyasına daşınırsa, təbii ki, məhkəmədə bu məsələ araşdırılacaq. Yenə mən deyirəm, Azərbaycan Gözlənillər Cəmiyyəti İctimai Birliyi hər hansı bir hüquqi status daşımır ki, vətəndaşa mənzil verilmək öhdəliyi yoxdur. Bugün bunu dövlət siyasətinin Mərkəzi İcra Hakimiyyəti orqanı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyi həyata keçirilir. Bu da ölkə başçısının tapşırığına əsasən. Bugün də yenə bəyan edirəm ki, orada 1-2 otaqlı mənzillər yaxın gələcəkdə nəzərdə tutulur. 3 otaqlı mənzillər hal-hazırda verilir. Kimsə istəyir, bəyan edir ki, uzaqdır, getmirəm, nə bilim Kürdaxaniya, Sumqayıta, ya nə bilim Ramaniya. Başa düşmürük. Təmənnasız bugün dövlət Ben tərəfindən bu gedirəm, üç mənzil otağı verilirsə, Ramaniya versin. əgər sizin hüququnuz 3 otağa düşürsə, mənzil Dörd məcəlləsinə nəfər. nəzərdə tutulur, ailə tərkibinə uyğun olaraq, əgər 4 nəfər ailə tərkibi Bəli. varsa, bir oğlan, bir qız, həyat yoldaşı İki özü, oğlan, ailə. yox, 2 oğlan olanda 2 otaq düşür. 2 otaq düşür. Bir oğlan, bir qız olanda, həyat yoldaşı və özü olanda 3 otaq düşür. Dörd Bir nəfər. nəfər, 2 nəfər olanda bir otaqlı mənzillər düşür. Hətta əgər birinci qrup əlilin hüququ var ki, partanaj hüququ yerli icra hakimiyyəti orqanı tərəfindən təyin olunanda onun mənzil genişləndirilməsi də nəzərdə alınır Əmək və Əhalinin Sosial Xidmətlər Agentliyi tərəfindən. Bu günləri belə məsələləri konfliktə çevirmək, hər hansı bir hüquqa zidd hərəkətlər etmək təbii ki, yol verilməzdir. Biz bugün çalışırıq. Yenə də bundan sonra da çalışacaqsa bizim ünvanımıza nə söyləyirlərsə söyləsinlər. Təbii ki, hərənin öz fikri var. Təbii ki, cəmiyyət rəhbərliyi olaraq cəmiyyətin mənafe və hüquqlarını müdafiə etmək də mənim haqqımdır. Və bugün söylədiyim fikirlərin arkasında da dururam və tam məsuliyyətimlə yəqin ki, məhkəmədə bu məsələ araşdırılanda məhkəmə də öz hüquqi qiymətini verəcək. Hörmətli müəllim, sizcə yaxın gələcəkdə bunlar ev ala Bəli, biləcəklərmi? alacaqlar. O yaxın gələcək Yaxın, nə var? mən sizə bir şey deyim də, Hə. bir 2 ay Yaxşı, o ən altı müddətindən mənzili kimlərə nəzərdə vermişsiniz? tutulur. Onun siyasını xahiş edirəm, deyin də kimlərə vermişsiniz? Xülasını mən oxum Neçənci burada ildə ev siyah. növbəsi olanlara Yox, vermişsiniz? bilirsiniz ki, bugün Bax, növbəli görürsünüz, onlar prinsipləri haqsızsınız, və ona bugün görə haqsızsınız. bunu da əsas gətirim ki, Haqsızsınız. bugün Çox haqsızsınız. Sosial Xidmətlər Agentliyi tərəfindən 500-ə yaxın gözlənilən mənzil verilib. Növbəli prinsipi Yaxşı, deyilən bir ən şey altı yoxdur. mənzili deyil də, kimlərə Yoxdur. vermişsiniz? Ona Buyurun, görə bir ki, dənə məndən baxırlar, qabaq 21 növbədə avqust olan 2021-ci il 15 avqusta qədər mənzil növbəsində olan bütün gözlənilənlər var da Azərbaycan Respublika Nazirlər Kabinetinin sərəncamı var. Mənzillə təmin olunacaqlar. Sadəcə olaraq biraz səbirli, biraz Nə təmkinli qədər olmaq səbirli lazımdır. olmalı? Bir-birimizə hörmətlə yanaşaq. 12 Bu günləri kvadratlıq belə yer, bir bir şeylərin kvadratlıq yer absurddur, belə fikirlərin söylənməsinə heç bir hüquqi əsas yoxdur. Lazım olsa məhkəmə instansiyasına da mənzillər kimlərə verilibsə, onlar da təqdim olunacaq. Yəni bu günlər yenə deyirəm, mənzil fondumuz olsa təbii ki, kömək edərik. Canlı Hal-hazırda canlı bilgi görək, bilirsiniz ki, kimlərə biz verilsə bu görək. günləri bax dəfələrlə cənab nazirə də müraciət eləmişik. Cənab nazirin də diqqətindədir bunların məsələsi, xüsusilə Keşli qəsəbəsində yaşayan gözlənilənlərin mənzil məsələsinin həll olunması. Bu yaxınlarda da Sosial Xidmətlər Agentliyinin rəhbərliyi ilə də görüşmüşəm. Onlar dedilər ki, Səmiyyən müəllim, bu mənzillər alınıb, çünki orada 3-4 otaqlı mənzillər bildiyiniz kimi nazirlik tərəfindən satışa çıxarılır, satılır və onun əvəzində 1-2 otaqlı mənzillər alınır. Bu iyun ayının sonuna qədər, ümumiyyətlə bu ilin sonuna qədər bütün nə qədər güzəştli imtiyazlı şəxslər var, şəhid ailəsi olsun, qazi olsun, gözlənilən olsun, mənzil təminatı ilə dövlət tərəfindən həll olunacaq. Bu bir mənalı şəkildə və fikrimi də bəyan edirəm. Gözlənənlərə heç kəs Təşəkkür bu edirəm. vədi vermir. Təşəkkür edirəm. Heç kəs gözlənilən